لكل جعلنا منكم شرعة ومنهاجا. Aleykümselam və rəhmətullah. Əxi, bu mənim sözüm deyil, yəni qulaq as. Yəni, bu bizim mənhəcimizdir. Bu mənim filankəsin sözü deyil, bu bizim əqidəmizdir. Bizim mənhəc tələb etmir ki, deyək ki, filan mövzuya filan alim baxır. Bu mövzu filan o alimlik deyil, bu mövzuya filan alim baxır. Yəni, bu alim şəxslər haqqında danışmaq üçündür, bu alim hədis üçündür, bu alim ancaq əqidəni danışa bilər. Bu hizbiçilərin məzhəbidir, qardaş. Bizdə belə şey yoxdur. Yəni biz insanları şəxslərə bağlamırıq. Yəni, o hizbiçilərdə idi. Sən fikir versən, görərsən ki, yəni, təkvirçilər Şeyx İbn Theymin rahiməhullahı, Şeyx İbn Bazı ittiham edirdilər ki, bunlar heyz alimidir. Yəni, bunlar fəqihdirlər, yəni heyzdən danışa bilərlər. Başqa şeylərdən, təkfirdən danışmağa bunların haqları yoxdur. Yəni, onlar, yəni təkfirçilər belə bir fikir formallaşdırmışdılar ki, yəni bu ağır məsələlərə başqa insanlar baxır. Yəni, bu bunlar üçün deyil. Vallahi, bu biabırçılıqdır. Bu bizim mənhəc deyil. İndi də bu. Yəni, bu mənhəc, batil mənhəc, görürsən səni bir-iki şeyxə bağlayır. Yəni, bunların ətrafından çıxmaq olmaz deyir. Yəni, filan cərh elmi, təadil elmi deyir, filan şeyxə aiddir, filan misal üçün, yəni şəxslər haqqında filan kəs danışa bilər. Yəni, başqasına qoymur səni. Bax, bu olmaz. Ola bilsin ona aid olsun, filan kəsə aid olsun, filan alimə, filan tələbəyə. Amma başqasına qoymur səni. Başqasına razılaşdırmaq istəmir səni. Bundan gedir söhbədir. Bunu mən demirəm. Bunu adi oxusan Şeyx Salih Suheymi, Həfizəhullah, öz mübarək kitabında Tənbih Zəvül Əfhəm, bu kitab çox mübarək, çox gözəl kitabdır bu mövzuda. Orada deyir açıq aydın. Deyir ki, həmin, yəni bu fitnələr vaxtı olanda Şeyx bu kitabı, Şeyx Salih Suheymi yazmışdı. Deyir ki, orada indi insanlar çıxıb iddia edirlər ki, Muhammed ibn Salih Əl-Utheymin və Şeyx Abdülmuhsin Əl-Abbad alimdilər. Yustəfədu minhumə fis-sunnə vəl-hədis vəl-fiqh. Yəni, bunlardan ancaq nədən istifadə eləmək olar? Fiqh öyrən, hədis öyrən və sünnən öyrən. وَلَكِنْ لَا يُسْأَلَانْ عَنِ الْمَنْهَجِ الرِّجَالِ. Yəni, bu alimlərdən mənhəc haqqında, yəni insanlar haqqında, rical haqqında soruşma. Yəni, bu bunun əhli deyil. Yəni, bunu Salih Suheymi deyir. Bunu Şeyx Salih Suheymi deyir bunu. Bu mənim sözüm deyil. Yəni, bu fikir ki, mən danışıram, yəni şəxslərə bağlamaq, filan mövzu, filan kəsə aid. Bunu mən özümdən çıxarmamışam. Vallahi, hamısı alimlər deyirlər. Oxuyub deyirəm sizə. Şeyx Salih Suheymi deyir ki, bidəva, yəni iddia edirlər ki, ənə li kulli fənnin ricalu. Hər fənnin, yəni öz sahibi var. Yəni İbn Theymin fiqh üçündür, Şeyx Albani filan şey üçündür, filan şey üçündür və cərh elminə filan kəs baxır. Belə şey olar, qardaş. Bizdə belə şey yoxdur. Yəni filan mövzuya filan kəs baxır. Yəni səni kənara çıxmağa qoymur. Bu hizbiçilikdir, hizbiçilik eynisidir. Aydındır? Yəni, belə şeylərdən biz uzaqıq və bunu mən çıxartmamışam və yenə qeyd edirəm. Yəni, bunu Şeyx Abdülmuhsin Abbas, Şeyx Salih Suheymi və bu bizim əqidəmizdir, axı. Bu bizim əqidəmizdir. Mən yenə deyirəm, qardaş, Əhl-i-Sünnə Şeyx Abdülmuhsinin kitabını oxu, Rıfqan Əhl-i-Sünnə bi Əhl-i-Sünnə, sonra Salih Suheyminin Tənbih Zəvül Əfhəm. Orada hamısı inşallah sən görəcəksən ki, bunu biz özümüzdən çıxarmamışıq.